Azərbaycan qeyri-hökumət təşkilatlarının rəhbərləri və ictimai fəallar Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst Amerika Birləşmiş Ştatları konqresmeni Frank Pellona qarşı qaldığı otelin qarşısında növbəti dəfə etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Frank Pellon və onun qərəzli ermənipərəst mövqeyinə qarşı şüarlar səsləndiriblər. Qeyri-hökumət təşkilatlarının əsas tələbləri Pellonun Azərbaycan xalqından üzr istəməsi, dünənki dinc aksiya zamanı ictimai fəallara qarşı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işi açılması, onun Azərbaycana qarşı iftira kampaniyalarına görə cavab verməsi olub. Xəsarətlər alması barədə birgə bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, islamofob, türkəfob, maliyyə fırıldaqçısı, korrupsioner Amerika Birləşmiş Ştatları konqresmeni Frank Pellon Azərbaycan xalqına nifrət edən şəxsdir. Amerikadan gəlmiş BMT-nin dəvəti ilə Polonya'nın Azərbaycan torpağından rədd olmasını xahiş edirik. Bu günləri istəyir ki, dərhal Azərbaycan torpağından rədd olsun. Bu günləri erməni lobbisi ilə maliyyələşən Polonya Azərbaycan xalqını istəmir. Rədd ol Polonya sözünü biz bütünlüklə burada bu günləri söylüyoruz. Ümumiyyətlə, ötən dövrdə bilirsiniz ki, işğal altında Azərbaycan ərazisi olduğu dövrdə Qarabağa qanunsuz səfərləri olub və belə bir adamın BMT tərəfindən Azərbaycanda ekoloji tədbirə, beynəlxalq tədbirə dəvət olunmasına bizə etiraz edirik. Polonya uzun illər Ermənistanı və erməniləri haqsız olaraq müdafiə etmişdir. Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymuşdur. Bugünkü gündə o gəlib, bura hansı sifətdən, hansı üzdən gəldiyi məlum deyil. Bugün COP çərçivəsində dünyanın bir çox ölkələrindən minlərlə nümayəndə Azərbaycanda iştirakçı. Bəyanatda qeyd olunub ki, islamofob, türkəfob, maliyyə fırıldaqçısı, korrupsioner Amerika Birləşmiş Ştatları konqresmeni